Naxçıvanda Göyçə festivalı keçirilir. Stendlərdə Muxtar Respublikanın müxtəlif bölgələrində yetişdirilən göyçələr, ondan hazırlanan məhsullar nümayiş olunur. Festival barədə ətraflı əməkdaşımız İlham Vəliyev danışacaq, izləyək. Biz hazırda Naxçıvan Qala Tarix Memarlıq Muzey kompleksinin ərazisindəyik. Burada Göyçə festivalı təşkil olunub. Qeyd etmək istəyirəm ki, bildiyiniz kimi Göyçə, Naxçıvan və Göyçənin vətəni Naxçıvandır. Çünki bunu burada Göyçəni yetişdirənlər belə deyir. Onlar bildirirlər ki, bunu, yəni bu meyvəni ölkənin, ümumiyyətlə dünyanın hər yerində yetişdirmək olar, ancaq buradakı dadı almaq mümkün olmur. Onda belə əlaqələndirirlər ki, Naxçıvanın torpağı, eyni zamanda havası, suyu Göyçəyə özünə məxsus dad qatır. Operatorum sizə kadrları təqdim edəcək. Rəngarəng stendlər qurulub festivalda. Burada demək olar ki, Muxtar Respublikanın bütün bölgələrindən meyvələr, Göyçə meyvəsi gətirilib və rəngarəng stendlər qurulub hər bölgənin, hər rayonun adına. Burada eyni zamanda festivalda meyvə ilə yanaşı, Göyçə meyvəsinə yanaşı Göyçədən əldə olunmuş turşular, mürəbbələr və digər məhsullar gələn qonaqlara təqdim edilir. Kadrları hazırda təqdim edirik sizə.